Salam dostlar, xoş gördük. Gündəmi təqib edən tamaşaçılar, izləyicilər bu xəbərlərdən agahdılar. Sadəcə mən öz fikrimi demək istəyirəm. Yol çöktü, bir cavan oğlan, cümşüdlü, orada düşdü kanalizasiya xəttinə və cənazəsi Hövsanda tapıldı. Cavan uşaq heç nədən getdi. Allah rəhmət eləsin, Allah anasına səbir versin. Deməli, Lüka düşməyib. Orada 6 ay əvvəl yol çökübmüş Səndəmə. Nərimanov rayonu Baksol yolu adlanan ərazidə 27 yaşlı cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb. Qafqaz İnfonun məlumatına görə hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb. Görüntülərdən aydın olur ki, cümşüd kanalizasiya xəttinə Lükun qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb. ASTV-də sözü gedən hadisə ilə bağlı ərazidən süjet hazırlanıb. Bildirilir ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb. Qeyd eləyək ki, hadisənin iyunun 26-sı baş verdiyi bildirilir. Axtarış xilas etmə işləri davam etdirilib artıq. Bu köhnə xəbərdir. Cümşüd ailənin tək övladı olub. Həmin gün marketə gedirmiş. Məsələ nədir dostlar? O çökən yer var ha. Ora 6 ay əvvəl çöküb və ora düzəldiblər. Oranı düzəldən şərəfsiz, binamus, boynu yoğun, orada işləyən, başçılıq eləyən məmur, nə yeyinti eləyiblər, nə məsuliyyətsizliyi eləyiblərsə, sizin var yoxunuza lənət olsun, sizin başqa söz deyəmməm, çünki onlar cəzalandırılmayacaqlar. Cəzalandırılsalar belə bu söyüşləri haqq eləyirlər, yəni. Sizin kimi şərəfsiz, binamus, biqeyrət, yəni orada kimin əməyi olubsa, sizin kimi oğraş adamların ucbatından bir ailənin işığı söndü. Bütün işini məsuliyyətlə görməyən, başqasının həyatını qaraldan, yəni işini pis gündə görüb başqasının ölümünə səbəb olan bütün məmurları, bütün iş adamlarını, sizin hamınızın